İllər keçmiş, İsa artıq böyümüşdü. Allah İsa'ya Tövrat kitabını öyrətmişdi. Musa peyğəmbər kimi ona da kitab vermişdi. Bu kitabın adı İncil idi. Kitabda insanları doğru yola çağırmaq buyrulurdu. İsa xalqının yanına gedərək, "Mən sizə göndərilmiş bir elçiyəm. Sizi yaxşılıq etməyə, pislikdən uzaq durmağa və Allahın əmrlərinə tabe olmağa çağırıram," dedi. Xalqı ona inanmasa da İsa ümidini itirmədi. Onlara öyüd-nəsihət verərək Rəbbinin əmrlərini çatdırdı. Bir gün İsa peyğəmbər xalqına səslənib, "Ey İsrail oğulları, Rəbbim məni doğrudan da bir elçi göndərdi. Mən həm də məndən sonra gələcək Əhməd adlı peyğəmbər barədə sizə müjdə vermək üçün göndərildim," dedi. İsa peyğəmbər bu sözü ilə xalqını özündən sonra gələcək son peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm ilə müjdələdi. Bu onların Muhammed sallallahu aleyhi və səlləmi tanıyıb ona tabe olmaları üçün idi. İsrail oğulları digər elçilər kimi də İsa peyğəmbərdən möcüzələr istədilər. Xalqın içərisindən bir nəfər İsa peyğəmbəri məsxərəyə qoymaq üçün dedi: "Sən mənim evimdə nələr olduğu barədə xəbər verə bilərsənmi?" İsa peyğəmbər Allahın köməyi ilə adama evində gizlədiklərini bir-bir saydı. Adam təəccübləndi və heç nə deyə bilmədi. Sonra İsa peyğəmbər gildən quşa bənzər bir şey düzəltdi və ona üfürdü. Allahın izni ilə insanların gözü önündə o canlandı. Allah hər peyğəmbərə yaşadığı dövrə uyğun möcüzələr verirdi. İsa peyğəmbərin dövründə xəstəliklər çox yayılmışdı. Allah ona xəstələri müalicə etmək möcüzəsini vermişdi. Heç bir həkimin çarə tapmadığı xəstələr İsa peyğəmbərin duası və əlinin təması ilə sağalırdı. Bütün dərdlilər İsa peyğəmbərin yanına gəlir, dərdlərinə dərman tapırdılar. İsa peyğəmbər anadan gəlmə korları və cüzam xəstəliyinə tutulanları da sağaldırdı. Ölümcül xəstələr belə evlərinə sağlam qayıdırdılar. Beləcə İsa peyğəmbər möcüzələr göstərirdi. Cəmaatdan bir dəstə insan könüllü şəkildə İsa peyğəmbərin ətrafına toplaşmışdı. Onlar İsa peyğəmbərə kömək edir, dediklərini yerinə yetirirdilər. İsa peyğəmbərlə birlikdə insanları tək Allaha ibadət etməyə dəvət edirdilər. İsa peyğəmbərin tərəfdarlarına həvarilər deyirdilər. İsa peyğəmbər çox səbirli və çətinliklərə dözən idi. Lakin insanlar o qədər azmışdılar ki, bu möcüzələr qarşısında da iman gətirmirdilər. Bir gün onlar İsa peyğəmbərdən: "Ey İsa, sənin Rəbbin bizə göydən süfrə indirə bilərmi?" deyə soruşdular. Onların bu cür sual vermələri İsa peyğəmbərin xoşuna gəlmədi. Hətta qorxdu ki, Allah onları bu sözlərinə görə cəzalandırar. İsa peyğəmbər onları bu istəklərindən çəkindirmək istədi. Onlara: "Allahdan qorxun. Allahın sonsuz gücünə şübhə edirsiniz?" dedi. İnsanlar istəklərində israrlı idilər. "Biz istəyirik ki, göydən bir süfrə insin. Biz ondan yeyək. Bizə doğru söylədiyini görək. Qəlbimiz rahat olsun." İsa peyğəmbər ibadətgahına getdi. Ayaqlarını birləşdirib başını aşağı saldı. Əllərini qaldırıb dua etdi. Tayfasındakı cəmaatın istəyinin qəbul olunmasını dilədi. Çox keçmədən hər kəsin gözü önündə Allah göydən bir süfrə endirdi. Süfrə iki buludun arasından yavaş-yavaş yerə enərək düz İsa peyğəmbərin qarşısında dayandı. Süfrənin üzəri dəsmalla örtülmüşdü. Orada müxtəlif yeməklər var idi. Süfrədən çox gözəl ətir gəlirdi. Süfrədəki yeməklərdən hər kəs yedi. Kasıblar, xəstələr də yedilər. Xəstəliyi və şikəstliyi olanlar sağaldılar. Süfrə həftədə bir dəfə nazil olurdu. Oradan çox insan qidalanırdı. Sonralar varlılar kasıbları süfrəyə yaxın buraxmadıqlarına görə Allahın onlara qəzəbi tutdu. Onlar yenə də nankorluq etdikləri üçün Allah bir daha süfrə endirmədi. Məryəm oğlu İsa həvarilərə Allah yolunda kimlər mənə köməkçi olacaq soruşduqda, həvarilər də biz Allahın köməkçiləriyik demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. İsa peyğəmbər Allahın əmrini insanlara bildirdikdə çoxları ona qəzəblənirdi. Onu insanların fikirlərini qarışdırmaqda ittiham edirdilər.
Bir gün yəhudilərdən biri padşaha ondan şikayət etdi. Padşah İsa peyğəmbəri həbs etmək əmrini verdi. Padşahın əsgərləri İsa peyğəmbəri evlərin birində mühasirəyə aldılar. İsa'nı 30 qızıl parçasına satan Yahuda öz xəyanətinin qurbanı oldu. Sonsuz qüdrət sahibi olan Allah Yahudanın sifətini İsa'ya bənzətdi və əsgərlər bu xainin özünü tutub dara çəkdilər. Yahuda onu İsa sayan dostların və düşmənlərin gözü qarşısında 2 yol kəsən quldurla birlikdə çarmıxın üstündə can verdi. Əsl İsa isə səmaya yüksəldi. Onlar Məryəm oğlu İsa Məsihi öldürdük dedilər. Halbuki onlar İsa'nı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şək şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onlar İsa'nı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırdı. Şübhəsiz ki, Allah qüvvət və hikmət sahibidir. Qiyamət günü Allah belə buyuracaq: Ey Məryəm oğlu İsa, sən mi insanlara demişdin, Allahla yanaşı məni və anamı da özünüzə tanrı bilin? İsa isə cavabında deyəcək: Sən pak və müqəddəssən. Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən, mən isə sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən sənsən.